Biri var idi, biri yox idi. Uzaq bir şəhərdə bir varlının evində yaşayan ağappaq bir siçan var idi. Bir gün o evini yığışdırarkən köhnə bir qutu tapdı. Qutunun içinə baxanda saralmış, biraz da əzilmiş bir şəkil gördü. Şəkilə diqqətlə baxanda köhnə dostu, kənddə yaşayan boz siçanı tanıdı. Ah, mənim əziz dostum, görəsən necədir? Çoxdandır onu görmürəm. Elə həmin anda qərara gəldi ki, dostunu sevindirmək üçün kəndə yollansın. Həyəcanla çantasını toplamağa başladı. Evinin qapısını bağlayıb, böyük bir sevinclə yola düzəldi. Az getdi, çox getdi. Dağ aşdı, dərə keçdi. Nəhayət gəlib kəndə çatdı. Girişdə fermanı yanında ayaq saxladı. Ay aman, bu nə idi? Hər tərəfdən inək, qoyun iyi gəlir. Fermadakı heyvanlar şəhərdən gəlmiş bu ağ, səliqəli geyimli siçana təəccüblə baxır. Bir-birlərinə nəsə pıçıldayırdılar. Şəhər siçanı utanaraq baxışlarını yayındırıb yoluna davam etdi. Və nəhayət dostunun balaca, şirin evini tapdı. Qapını yavaşca döydü. Boz rəngli, kəndli siçan qapını açdı. "Aa, sən! Gör nə qədər vaxt görüşmürdük!" deyə sevinclə qışqırdı. Onlar qucaqlaşdılar. Şəhər siçanı gülümsədi. "Sənin üçün o qədər darıxmışdım ki." Onlar süfrə arxasında oturub çay içə-içə uzun, həsrət dolu söhbətlər etdilər. Bir qədər sonra kənd siçanı dedi: "Sən istirahət elə, mən də gedim sənə təzə-tər yeməklər hazırlayım." Səbətini götürüb fermanın yanına tərəvəz yığmağa getdi. Bu arada şəhər siçanı evdə əl-üzünü yumaq istədi. Krana toxundu, amma 2 damladan sonra su kəsildi. "Aa, burada su belə az olurmuş. Şəhərdə su daim gəlir. Bu nədir?" Kənd siçanı gülümsəyərək evə tərəf gəlirdi. "Gəl süfrəmizi həyətə quraq. Sənə çox gözəl yeməklər gətirmişəm," dedi. Kənd siçanı sevimli kartof, təzə çuğundur, qarğıdalı və təzəcə sağılmış süd qoydu. Yığdığı bütün nemətləri qabağına düzmüşdü. Amma şəhər siçanı masanı görəndə çaşqınlıqdan gözləri bərəldi. "Ay dostum, sən bunları yeyirsən? Hamısı çiy tərəvəz, dadsız, tamsız şeylər." Bu sözlər kənd siçanının ürəyini qırdı. Onun üçün bu tərəvəzlər ən dadlı yeməklər idi. Qərara gəldilər ki, kəndi gəzməyə çıxsınlar. Gəzə-gəzə gəlib fermanın yanından keçəndə şəhər siçanı burnunu tutub qışqırdı. "Fu, bu nə idi? Necə yaşayırsan burada? Mənim şəhərim bundan 1000 dəfə kəmizdir. Əslində buralar, yeməklər, bu həyat tərzi mənə heç uyğun deyil. Sən bir neçə günlük şəhərə gəl. Elə bir süfrə açacağam ki, heyran qalacaqsan." Onlar razı oldular və bir-birlərinə qucaqlaşıb sağollaşdılar. Bir neçə gün sonra kənd siçanı çantasını yığıb şəhərə doğru yola düşdü. Şəhərin hündür binaları, parıldayan maşınları gözlərini qamaşdırdı. "Vay, buralar nə gözəl yerlər imiş," deyə valeh oldu. Gedib şəhər siçanının evini tapdı. Bir qədər söhbətdən sonra birlikdə masanın ortasına keçdilər. Masada nələr yox idi ki? Pendir, süd, makaron, çörək, fındıq yağı, rəngarəng meyvələr. Kənd siçanının gözləri parıldayırdı. Elə bu vaxt qulluqçu əlində çubuq içəri daxil oldu. "Ay yaramaz siçanlar, dərhal çıxın burdan." Kənd siçanı qorxudan tiksindi. "Gəl, qaç," deyə şəhər siçanı onu dartdı. Onlar qaça-qaça gizləndilər. "Narahat olma, o gedəndən sonra yenə yeyərik,"
gedək şəhəri gəzək, dedi şəhər siçanı. Şəhər siçanı onu gizlincə məşhur pendir dükanına apardı. Tam içəri girəcəkdilər ki, qarşılarına böyük, yekəpər bir pişik çıxdı. Onların üstünə qaçdı, tutmağa çalışırdı. "Gizlən, tez!" deyə şəhər siçanı qışqırdı. "Bu necə yerdir belə? Elə bir hər addımda ölüm var." Ölüm təhlükəsi keçəndən sonra dükana daxil oldular, amma kənd siçanı siçan tələsini görəndə qorxu ilə soruşdu. "Bu nədir?" "Siçan tələsi, içindəki yeməyi götürsən, erişib qalarsan, bir daha azad ola bilmərsən." "Dostum, çox yoruldum. Burada hər saniyə gizlənmək, qaçmaq, qorxmaq məni çox sıxır. Mən şəhərə rahatlıq tapmağa gəlmişdim, amma burada heç rahatlıq yoxdur. Kənddəki sadə, amma təmiz təravətli yeməklərimi, sakitliyimi, azadlığımı heç nəyə dəyişmərəm. Mən evimə qayıdıram." Şəhər siçanı dostunun sözlərini anlayışla qarşıladı. Onlar bir-birlərinə qucaqlaşıb vidalaşdılar. Kənd siçanı kəndinə qayıtdı və ömrü boyunca orada sakit, rahat və xoşbəxt yaşadı. Şəhər siçanı isə öz sürətli, amma qarışıq həyatına davam etdi. Və bəlkə də hər kəs öz evində, öz mühitində daha xoşbəxt olurdu. Nağlımızın sonu. Əgər bəyəndinsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutma.